Səhiyyə İşçiləri Həmkarlar İttifaqı fəalları üçün Səməd Vurğun adına Sağlamlıq və İstirahət Mərkəzində 2 günlük təlimatlanma və istirahət proqramı təşkil olunub. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü ilə keçirilən proqram səhiyyə işçilərinin sosial rifahının yaxşılaşdırılmasına, onların asudə vaxtının səmərəli təşkilinə və əlaqələrin möhkəmləndirilməsinə xidmət edib. Proqram iştirakçıları Konfederasiyanın nəzdində fəaliyyət göstərən Günəşli və Abşeron Sağlamlıq Mərkəzləri, eləcə də Miras İstirahət Mərkəzi ilə tanış olaraq bu müəssisələrdə yaradılan şərait və təqdim olunan xidmətlər barədə ətraflı məlumat əldə ediblər. Biz səhiyyə işçiləri bugün Səməd Vurğun adına Sağlamlıq və İstirahət Mərkəzində 2 günlük təlimatlandırma və istirahət proqramına qoşulmuşuq. Səhiyyə işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə bu tədbiri təşkil elədiyi üçün, bu proqrama biz səhiyyə işçilərini qoşduğu üçün dərin minnətdarlığımızı bildiririk. İşçilərin əmək hüquqlarının qorunmasında, sosial problemlərin həll olunmasında Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyasının böyük rolu vardır. Gözəl təlimatlar keçirildi. O təlimatları biz rəhbər tutaraq, öz iş yerlərimizdə o təlimatlara əsaslanaraq işçilərin həm əmək hüquqlarının, həm sosial problemlərin həll olmasında dəstək olacaq. Burada görülən işləri çox təqdirə layiq hesab edirəm. İnsanlarımızı, bizim həmkarlarımızı Günəşli Sağlamlıq Mərkəzində istirahət etmək və müalicə almaq üçün dəvət edirəm. Həqiqətən də razı qalacaqsınız, necə ki biz bu işlərdən razı qaldıq. Abşeron Sağlamlıq Mərkəzindəyik. Mərkəzimizin şəraiti yüksək səviyyədədir. Bütün otaqlar, aparatlarla yüksək dərəcədə təmin olunub. Çox bəyəndik və xəstələrimizə tövsiyə edəcəyik. Gəldik, tanış olduq bu mərkəzlə, çox gözəl işlər görülür. Biz öz xəstələrimizə də bu mərkəzi məsləhət görəcəyik. Bizə təqdim olunan yenidən qurma işləri və alınmış cihazlar, aparılan müayinələr və müalicələr həddən artıq bizim xoşumuza gəldi. Biz bunu xəstələrimizə tövsiyə edəcəyik ki, burada müalicələrini mütəmadi olaraq davam etdirsinlər. Proqramda Bakı şəhəri və regionlar üzrə ümumilikdə 60 nəfərə yaxın Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Şura üzvü, ilk təşkilat sədrləri və fəal Həmkarlar İttifaqı üzvləri iştirak edib. Tədbir çərçivəsində iştirakçılar Həmkarlar İttifaqı sistemində tətbiq olunan yeniliklərlə tanış olub, Konfederasiyanın fəaliyyətini əks etdirən filmə baxıb və Sahik rəqəmsal platformasının imkanları barədə məlumatlandırılıblar.